alimlərdənsən, yoxsa ki, cahillərdənsən? Cahillərdən deyiləm. Sənə sual verim. Soruş. Cənnət əhli yeyib içərlər, amma heç bir şey ifraz eləməzlər. Səncə bu dünyada da ona bənzər bir şey var? Bəli, belə bir şey var. Uşaq anasının bətnində yeyər, amma bir şey ifraz etməz. Sən dedin ki, bu ümmətin alimi deyilsən. Dedim ki, cahillərdən deyiləm. Allaha həmd və səna olsun. İddia edirsən ki, cənnət əhli cənnətin meyvələrindən nə qədər yesələr də o azalmaz. Yenə də əvvəlki halına qaydar. Dünyada da belə bir şey var. Çırağı misal gətirmək olar. Əgər 100 çırağı bir çıraqdan yandırsan, yenə də ondan bir şey azalmaz. Ey əmir-əl-möminin, onlar böyük xristiyan alimi ilə birlikdə əyləşiblər. Nə edirlər? Xristiyan alimi Muhammed İbni Əliyə sual verir. Muhammed İbni Əli isə onun suallarını cavablandırır. Məclisdə adam çoxdur. Bəli ağam, onun hər sözünə diqqətlə qulaq asırlar. Xristiyan alim ondan nə barədə soruşur? Alim soruşdu ki, cənnət əhli cənnətin meyvələrindən nə qədər yesələr də o meyvələrdən heç bir şey azalmaz. Əksinə əvvəlki halına qaydar. Dünyada ona bənzər bir şey var. Məhəmməd nə cavab verdi? Dedi ki, ona bənzər çıraqdır. Əgər 100 çırağı bir çıraqdan yandırsan, yenə də ondan bir şey azalmaz. Mən istəyirəm ki, bu məclisi dərhal dayandırasınız. Tez al. O məzhəbin vazifədir. Bir məsələ qalıb. Allaha and olsun ki, bu məsələni sizdən soruşsam, heç vaxt cavab verə bilməzsiniz. Soruş. Sən ki bu cür and içmisən, soruş. İki uşaq bir gündə dünyaya gəlib və bir gündə də dünyadan köçüblər. Birinin yaşı 150, o birinin yaşı isə 50 idi. Onlar kimlərdir? Onların adlarını bizə deyə bilərsiniz? Bunlar Üzeyir və Əzradır. İkisi də bir gündə dünyaya gəlib. İkisinin də 25 yaşı var idi. Bir gün Üzeyir öz uzun qılağı ilə Antakiya adlı bir kəndin xarabalığından keçərkən tabanları yerə tökülmüş və sahiblərinin sümüklərini çürmüş halda görərkən öz-özünə dedi: Allah bunları ölümlərindən sonra necə dirildəcək? Buna görə də Allah Teala onu 100 il müddətinə öldürdü. Sonra diriltdi və dedi: yemək içməyinə bax ki, heç dəyişmir. Onun gözü qarşısında çürmüş uzun qulağının sümüklərini ətlə örtdük və diriltdik. Sonra öz evinə qayıtdı. Qardaşı Əzra onu tanımadı. Evə dəvət etdi. O da içəri keçdi. Əzra oğlunu və nəvələrini çağırdı. Onlar da qocalmışdılar. Amma Üzeyir elə 25 yaşında qalmışdı. Üzeyir qardaşı və yaşlaşmış qardaşı uşaqlarını xatırlayıb yada saldı. Sonra həmin hadisədən xəbər verdi. Onlar isə dedilər: bu hadisədən illər və aylar ötüb keçdi. Bəs sən bunları hardan bilirsən? 125 yaşında olan Əzra belə ərz etdi: sənin kimi bilikli 25 yaşında cavan heç görməmişim. Mənimlə qardaşım Üzeyir arasında olan söhbətləri bilirsən. Sən yer əhlindənsən, yoxsa göy əhlindən? Üzeyir qardaşı Əzraya dedi: mən Üzeyirəm. Ey cəmaat, dini məlumatı məndən çox olan bir adamı bura gətirmişsiniz ki, məni rüsva edəsiniz. Müsəlmanlar bilsinlər ki, onların rəhbərləri bizdən biliklidirlər.